الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا وسندنا ومولانا محمدا عبده وحبيبه ورسوله اللهم صل وسلم على سيدنا محمد وعلى آله وصحبه أجمعين أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أفرأيت من اتخذ إلهه هواه وأضله الله على علم وختم على سمعه وقلبه وجعل على بصره غشاوة فمن يهديه من بعد الله أفلا تذكرون صدق الله العظيم. Nəfsini özünə ilah edən və Allahın halını bildiyi üçün yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüb ibrət almırsınız? Casiyə surəsi 23-cü ayət-i kərimə. İnsan yaradılışdan dünya nemətlərinə meyillidir. Onun dünyaya və dünya nemətlərinə meyli yaşamaq istəyinin bir tələbidir. Beləliklə, insan ölümü arzu etməz. Hər insan kimi biz möminlər də daha uzun ömürlü olmağı, daha sağlam və xoşbəxt yaşamağı arzu edirik. Ancaq bu dünyadakı həyatımızın ölümlə məhdud olduğunu, ölümsüzlüyün və əbədiyyətin ancaq axirət həyatında olduğunu bilirik və buna iman edirik. Axirət həyatındakı əbədi xoşbəxtliyi qazanmağımız üçün dünya həyatındakı arzu və istəklərimizin qanuni ölçülər daxilində məhdudlaşdırılması lazımdır. Arzu və istəklərin sərhədsiz olması insana xoşbəxtlik deyil, doyumsuzluq və narahatlıq gətirər. Rasulullah sallallahu aleyhi və səlləm Adəm evladının bir dərə dolusu qızılı olsa ikincisini istəyər. Onun bu ehtirasını ancaq torpaq, yəni ölüm doyurar. Allah tövbə edənin tövbəsini qəbul edər. Buyuraraq, insanın arzu və istəklərinin tükənməyəcəyinə, bunun ancaq ölümlə sona çatacağına işarə etmişdir. Bu baxımdan, insan arzu və ehtiraslarının məhkumu və əsiri olmamalıdır. Arzu və istəklərini nəzarət altında saxlaya bilməlidir. Xoşbəxtliyin yolu da arzu və istəklərin nəzarət altında tutula bilməsindən keçir. Qani olmaq tükənməz xəzinədir sözündə olduğu kimi, insan arzu və istəklərini nəzarət altına alaraq arzu etdiyinə çata bilməsə də sahib olduqları ilə xoşbəxt ola bilər. Xoşbəxtlik insanın insan olması baxımından sonsuz bir azadlığının olmadığını bilməsindən asılıdır. Nəfs və həva, yəni arzu və istəklərin nizam intizama salınmadığı, heç bir dəyər tanımadan məsuliyyətsizcə yerinə yetirilməyə çalışıldığı vəziyyətdə insan tamamilə bu duyğuların və istəklərin məhkumu ola bilər. Nəzarətsiz və başıboş bir iştah məhkumiyyəti həqiqətdə insanın azad iradəsini arzu və həvəslərinə təslim etməsi mənasına gəlir. Məhz bu vəziyyətdə insan bəlkə də heç fərqində olmadan ayətdə ifadə edildiyi kimi nəfsinin arzusunu özünə ilah edən biri olar. Ayətdə nəfsi arzularını ilah edən kimsənin Allah Taala'nın birliyini qəbul etmək barəsində azğınlığa, çaşqınlığa düşdüyü və buna bağlı olaraq da qulaqlarının və qəlbinin möhürləndiyi, gözlərini də pərdə çəkildiyi ifadə edilməkdədir. Çünki Allah Taala'nın birliyini qəbul etmək, ondan başqasının tanrılığını rədd etmək, onun əmr və qadağanlarını öz arzu və həvəslərindən üstün tutmaqla olar. Bir kimsə Allah Taala'nın yeganə yaradıcı olduğunu qəbul etdiyi halda
onun əmr və qadağanlarına etinasız yanaşsa, laqeyd olsa, bu vəziyyət o kimsənin Allah Taala'nın ilahlığını təsdiq etməkdə qüsurlu olduğu mənasına gələr. Belə bir kimsə öz həva və həvəsini ilahlaşdıracaq şəkildə bütləşdirərsə, bununla o öz sonunu hazırlayaraq həqiqəti anlamağa qulaqlarını tıxayar, gözlərini və qəlbini bağlayar. Artıq onun zehnini həqiqətə açma mövzusunda Allah Taala'dan başqa heç bir kimsənin faydası gözlənilə bilməz. Bu halda Allah Taala'dan ona bir fayda gəlməsi üçün Allah Taala'nın onun anlayışını düzəltməsi, qəlbini həqiqətə açması və gözlərindəki pərdəni qaldırması üçün o kimsənin istək və arzularının məhkumu, əsiri olmaqdan özünü qurtarmağa çalışma iradəsini göstərməsi və Allah Taala'ya yönəlməsi lazımdır. Ayətdəki heç düşünüb ibrət almırsınız xəbərdarlığının diqqətə alınması lazımdır. Beləliklə, biz möminlərdə yaradılışı etibarı ilə yaxşı və pis əməlləri işləməyə uyğun və qadir olmağımız səbəbilə arzu və istəklərimizi bütləşdirmə təhlükəsinə qarşı ayıq-sayıq olmalıyıq. Hər cür istək və etirazımızı bir nizam içərisində nəzarət altında tutmalıyıq. Bunun yolu Allah Taala'ya üst tutaraq onun əmr və qadağanlarına riayət etməklə ondan kömək diləməkdən keçər. Ayətdə ifadə edilən qulağın və qəlbin möhürlənməsinin, gözlərə pərdə çəkilməsinin öz əməllərimizlə birbaşa əlaqədar olduğunu unutmamalıyıq. Arzu, həvəs və ehtiraslarımızın Allah Taala'nın əmir və qadağanları ilə məhdud olduğunu bilməli və bunlara riayət etməliyik. Bildirilən halal və haramlara, əmr və qadağanlara bağlı qaldığımız müddətdə həqiqəti anlama və tətbiq etmə mövzusunda Allah Taala'nın köməyinə, yardımına layiq olarıq. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil